Ağav Park yaşayış kompleksinin girişindəki ümummilli lider Heydər Əliyevin posterinin və dövlət atributları olan güşənin sökülərək yerində inşa edilən obyektlə bağlı məlumat vermişdik. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi olmadan tikilən obyektin ümumi sahəsi 700 kvadrat metrdir. Artıq iş adamı, qanunsuz inşa edilən obyektin sahibi Vüqar Sədizadə, Ulu Öndər Heydər Əliyevin posteri və dövlət atributlarını söktürərək maşın dayanacağına yerləşdirib. Digər aidiyyatı qurumlar Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Abşeron rayon İcra Hakimiyyəti də sözügedən qanunsuz obyektin tikintisinə müdaxilə etməyib. Həmçinin iddia edilir ki, Abşeron rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Abşeron üzrə şöbəsinin bir neçə əməkdaşı məhz bu tikintiyə görə cəzalandırılıb. Qeyd edək ki, Ağav Park yaşayış kompleksinin girişində inşa edilən bu obyekt Şəhərsalma və Tikinti Məcəlləsinin məskunlaşma sistemi, zonalaşdırma və ərazi zonaları barədə olan müddəalarını kobud sürətdə pozur. Eyni zamanda Məcəllənin konkret olaraq 4.1-ci maddəsi ekoloji təhlükəsizlik və ətraf mühitin mühafizəsi də burada tapdanıb. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.